Əminənin mövzusu sual cavab edək. Səndən keçmişdik atomun quruluşu, elə atomun quruluşu haqqında. Əvvəlcə tarixi məlumatdan danış, hansı alimlərin rolu olub? Yunan alimi Demokrit. Bütün maddələr atom olmanın zərərlərdən ibarətdir. İkinci olaraq. Sonda atom, bütün maddələr atom olmanın bölünməz zərərlərdən ibarətdir. Üçüncü alimi Joseph Thomson nə demişdi? Atomda ilk dəfə elektronların varlığını kəşf etdi. Nəyə oxşadırdı onu? İkincili ruhaya. Dördüncü alim Ernest Rutherford. o nəyə oxşadırdı? O isə atom modelini hazırlamışdı. Planetar modelini. O atomun mərkəzi hissəsində protonların olduğunu, bax elə bir nüvəni tam deməmişdi. Demişdi ki, mərkəzdə protonlar var, yaxşı, və onun ətrafında elektronların var olduğunu demişdi. Amma Niels Bohr isə onu planetar modeli təkmilləşdirmişdi. Və demişdi ki, elektronlar boş-boş gəzmir. Hər birinin öz hərəkəti var, öz yolu ilə gedir. Sonra keçdik atomu təşkil edən zərrəciklərə. Hansı zərrəcik? Atomda iki təbəqə var. Biri elektron təbəqəsidir, biri də mərkəzdə yerləşən nüvə. Nüvənin içində hansı hissəciklər var? Neytronlar və protonlar. Neytronlar və protonlar. Elektron təbəqəsində olan zərrəciklər də elektronlar. Elektronlar necə zərrəciklər? Necə yüklüdür? Mənfi yüklüdür. Elektronun kütləsi nəyə bərabərdir? 1-ə. 1-ə yoxsa 1/1840? Kütlə. Elə? Yəni təqribən 0. Eləmi? Əminə. Bəs nüvədə proton və neytron, onların kütlələri nəyə bərabərdir? Neytral olduqca 0 yüklü 1 qramdır. 1 qram. Protonlar amma 0 yüklü 1 qram. Ona görə atomun kütləsini tapanda nə edirik? Protonla neytronu cəmləyirik. Elektronu cəmləməyə ehtiyac var? Yox. Çünki 0-dır. Sanki elə bil ortasına yük düşür. Əsas atomun əsas kütləsi onun arasına toplanır, nüvəsinə. Qıraqları elə bil çox olmur da, yaxşı. Yumurtanın sarısı yumurtanın içində necə görsə, orta belə qəşəng görsənir, əsas ağırlıq orada. Qırağı da belə şəffaf kimi. Elə bil nüvə də o formasında. Əsas kütlə hara yerləşir? Nüvəyə. Yaxşı, protonla neytron oradadır deyə. Sonra səndən keçmişdik nəyi? Bəzi elementlərin proton elektronu yazmışdıq, elə? Məsələn, berilyumun neçə proton, neçə neytron, neçə elektronu var? 4 proton, 4 elektron, 5 neytron var. 5 dənə neytronu var idi. Protonla elektron neytral atomlarda bir-birini neynəməlidir? Bərabər olmalıdır. Neytral atomda, bəs burada biri çıxarsa nə olar? İyona çevriləcək. Biz onu dərsi yarımçıq yazmışdıq, iyon dərsini bugün yazdıracağım. Yaxşı, hər hansı bir X elementinin neytronun hansı hissəsində göstərilir? Sol yoxsa sağ hissəsində? Sağ. X elementinin sol orta hissəsində. Sənin sağına düşür. Sən hansı əllə yazsın? O əllə yazsın. Sağına yazırsan. Sən indi bax lövhəyə baxanda neytron hara düşür? Solun ortasına düşür, elə? Bəs kütlə harada yazılır? Sol yuxarıda. Yuxarısına A yazmırdı. Elektron harada yazılır? Ortada. Sağ aşağı. Sağ aşağı hissəsində yazılır. Yaxşı. Kütlə də demişə nəyə bərabər olur? Proton elektron cəminə bərabər olur. Aysel, iyon haqqında nə danışmışdıq? Məncə bir damcı yazdıq, elə? Kakyon aniyon yazdırmamışam? Yox. Ayız oxumusan dərsi? Başqa. Səncə atom hansı hissəciklərdən təşkil olunur? Atom proton, neytral, elektron. Proton, neytron, elektron. Protonla neytron atomun arasında yerləşir? Qırağında yoxsa? Aysel nüvəsində. Proton kütləsi var? Neçədir? 1. Neytronun? 1. Elektronun? 1. 0. Elektronun yükü neçədir? Elektronun yükü. Elektronun yükü müsbət yükdür yoxsa mənfi yük? Elektron müsbət. Elektron mənfi yükdür. Elektron mənfi yük. Proton müsbət. Neytron? Müsbət yük. Xeyr, neytron yüksüzdür. Atomun kütləsini tapanda nəyi tapılmaq lazım? Atomun protonla neytron.
cəmləmək lazımdır. Elə proton, neutron cəmləyirsən. İon nə idi? İon hər hansı neytron atomlardan biri elektron qaparsa, müsbət yüklü ionlara çevrilir. Ay sağ ol. Əyləş. Dövşür oxumusan? Dur. Atomun tərkibində hansı zərrəciklər var? Hansı qrup hazırlaşsan Rövşən? Hazırlaşmaq istəmirsən? Ay sən hər hazırlaşmaq istəyirsən? Bunu dayandıramlar atomu. Ay